Bugün bizim məclisimizin, deyir, məclisin böyüyü həmişə uşaqlar olur, balacalar olur. Bugünkü məclisimizə Azərbaycanımızın su dağıldı aydınlıqdır. Azərbaycanımızın, belə deyək də, demokratik Azərbaycanımızın paytaxtı olan Gəncə şəhərindən, Nizami yurdundan bizim balaca oğlumuz gəlib. Gəl bura qurban sənə, gəl. Dünən gecə gəlib. Yorğun, arğın. Balacanı alqışlamazlar, balacanı da alqışlarlar, nə olar ki? Balacaların da Allah olur. Dünən çox məşq elədik, çox yorğun idi. Bugün inşallah ki, hazırlaşıb sizin görüşünüzə. Görək onun ürəyindən keçən sözlər, onun qəlbindən gələn sözlər nədir? Buyur. Bismillahirrahmanirrahim. Əziz insanlar, xahiş edirəm, mənlə bir yerdə, şehirdə ya əli olan yerdə mənlə bahəm ya əli deyərsiniz. Elmidə qüdrətlilərin şahıdır. Cəngidə qüvvətlilərin şahıdır. O dəmi qeyrətlilərin şahıdır. Şahuva qeyrətlə denə. Yo, olmadı. Aksinə mi? Mənə kömək edərsin də. Bunlar mən istədiyim kimi yaylı demədi. Balaca görmüşsünüz, tək görmüşsünüz İbrahimi. Alqışlayırıq İbrahimi. Zikri əlini ucadan de səlis. Sussan əgər adva deyərlər xəbis. Üç hərfə dilin gəlmir ay xəsis. Sən də cəmaətlə denə. Cəfəri qeyrətlə denə. Bir də ləyaqətlə denə. Necədir? Aynı deyəcəklər. Alqışlayırıq İbrahimi. Alqışlayaq. Fəqət yaş gələcək yaşımın üstə. Qırışlar düşəcək qaşımın üstə. Əzrail duranda başımın üstə. Kəlmə şəhadətlə denə. Bir də ləyaqətlə denə. Burada əli deyəcəksiniz, əliləri deyəcəksiniz. Möminlərə nicat verən kim oldu? Əli. İmamətə həyat verən kim oldu? Rükuda bəs zəkat verən kim oldu? Onda səxavətlə denə. Cəfəri qeyrətlə denə. Bir də ləyaqətlə denə. İndi İbrahim bir beyt deyəcək. Mən bunu məclislərə demişəm bir neçə yerdə, hamı eşidiblər. Məclisdə nə qədər ki, kişi xeylağı var, qoy əvvəlcədən xəbərdarlıq eləyirəm İbrahimin əvəzindən ki, qoy bilsinlər. Bu yerə qədər administratorlar, xidmətçilər, operatorlar, bütün xidmət göstərən kişi xeylağı, oğlan xeylağı, qardaşlarımız var, Tariyellə bahəm, hamı ilə bahəm eşitsinlər bunu.
beytin axırında deməsinlər ki, İbrahim niyə belə dedi? Kim bura qədər Əli deməyibsə, bu beytdə mütləq deyəcək. Alqışlar gəlsin, İbrahim eşdirir. Şahlar Əliyə ola bilməz nökər. Zəhərə Əlidir, dönüb olsun şəkər. Zəhərə Əlidir, dönüb olsun şəkər. Kişinin adını deyərlər ki, kişi təkər. Kişi, qətiyyətlə, demə. Cəfəri qeyrətlə, demə. Bir də cəsarətlə, demə. Alqışlayırım İbrahim, əhsən. Səhərlər əli ilə açar hər günü. Səhərlər əli ilə açar hər günü. İstəsən ki, görməyəsən şər günü. İstəsən ki, görməyəsən şər günü. Üzün qarə olmaya məhşər günü. Zəhraya hörmətlə denə. Cəfəri qeyrətlə denə. Bir də ləyaqətlə denə. Akşin sözlərimə diqqət edirlər. Çox da öyünməki rəğbət edirlər. Sənə Əliyə görə hörmət edirlər. Yaz və fərasətlə denə. Ya Əli! Alqışlayırıq İbrahim balam. Nəsə var yenə? Görürsünüz də Nizami yurdundan, Nizami şəhərindən gözəl bir qonağımız gəlir. Hələ Azərbaycandan çox fatihlər çıxacaq. Çox elmli, qüdrətli insanlar. İnşallah ki, bizim İbrahim balada bizim məddahların, Əhl-i-Beyt şairlərinin yolunun davamçılarındandır. Alqışlayırıq. Xoş halına hər kim ki əzadar-ı Hüseyindir, lütf eyləyib Allah ona zəvvar-ı Hüseyindir. Ne üçün yanaraq ağlar ona məzlum olanlar? Çünki dəmi məzlumilərin yarı Hüseyindir. Öyle birisi bir də çətin dövrana gəlsin. Min Rüstəmi zal verməyə can meydana gəlsin. İnsan ilə cinlər yığılıb yan-yana gəlsin. İsbat-ı məhəbbətdə kim oxşar olsun? İsbat-ı məhəbbətdə kim oxşar olsun? Mənə ən ağır sətri saxlayıb İbrahim. Dərk eyləməyən kərb-ü bəlanı kişi olmaz. Bilirsiniz də İmam Hüseyin əleyhissalam üzünü tutdu küfəlilərə. Bilirsiniz də mən kimin nəvəsiyəm. Məni Peyğəmbər qoynunda öz nəfəsinlə istidib. Məni xanımlar xanımı, anam Zəhra sinəsində bəsləyərək can parəsi kimi böyüdüb. Mən Əlinin oğluyam, mən Mürtəzanın oğluyam. Bilirsiniz ey küfəlilər, dedilər bilirik ya Hüseyin, amma səni öldürməliyik. İmam Hüseyin dedi, dindar olmadınız, heç olmazsa kişi olun. Bu kişi həmin kişiliydəndir. Onlar dərk eləmədilər Kərbəla hansı səhnə idi, hansı məkanı idi. O səbəbdən şair deyir, dərk eyləməyən kərb-ü bəlanı kişi olmaz. Dərk eyləməyən kərb-ü bəlanı kişi olmaz. Qeyrət kişilik ölçüsü meyyarı Hüseyindir. Sən söhbətə bir bax, neçə milyar
milyardlar içində. Sən söhbətə bir bax neçə milyardlar içində 72 nəfər eşqidə həmkarı Hüseyndir. Bilmirsən əgər alveri qafil bura gəlmə. Bilmirsən əgər alveri qafil bura gəlmə. Candır satılan, candır satılan Kərbəla bazar Hüseyndir. Həqqin ipin ağzı kisap olarkən düzəm onda Səhman ilə 72 mirvari Hüseyndir. Səhman ilə 72 mirvari Hüseyndir. O Kərbəla səhnəsinin rəssamı vardı. Şirzad qardaşımız, həm rejissor, həm operator qardaşlarımız yaxşı bilirlər ki, rəssamlar ya sağ əllə çəkərlər rəsmi, ya sol əllə çəkərlər. Amma Kərbəlada bir rəssam var idi ki, o hər iki qolları ilə çəkdi. O Kərbəla səhnəsinin rəssamı vardı. O Kərbəla səhnəsinin rəssamı vardı. O qolpsuz Əbəlfəzdiki memarı Hüseyndir. Göstərsə ona cənnəti baxmaz. Göstərsə ona cənnəti baxmaz. Deyər Allah, Əbbasə şərəfdir ki, ələmdar Hüseyndir. Süfyanilərin meyvəsi Yezziddir, zəhərdir. Süfyanilərin meyvəsi Yezziddir, zəhərdir. Baxdağdına Zəhra bağının barı Hüseyndir. Göz yaşı kifayət deyil, hər kimdə olarsa. Göz yaşı kifayət deyil, hər kimdə olarsa, eşq ilə əməl bir, o tərəfdarı Hüseyndir. Eşq ilə əməl bir, o tərəfdarı Hüseyndir. Akşin sözüvü satma ucuz, qiyməti varsa. Akşin sözüvü satma ucuz, qiyməti varsa, cənnətdir ən azı ki, xiridarı Hüseyndir. Əhsən. Cənnətdir ən azı ki, xiridarı Hüseyndir. Sağ ol İbrahim, çox sağ ol. Təşəkkür edirik. Eyşan hardadır? Eyşan Xəzər. Hacı, qeyrəti demirsən, amma indi də bir İbrahim Fatihdən eşidəcəksən, qeyrəti nəzir deyir. Alqışlayır o bir dənə İbrahimi, qeyrət şeirini deyəcək. Hacı Eyşan Xəzəri. Yallah. Qeyrətliyə qeyrətsiz olanlar çəkər əsvət. Yaxşı, nədir qeyrət? Görəsən, hardadır qeyrət? Qeyrət, əgər olsaydı bir insan kimi surət, ayə, bu ki qeyrətli ələmdardır deyərdüz. İnsan necə gör insana oxşardır deyərdir. Qeyrət dilə gəldi bu sözə. Söylədi şair, tay tutma Əbəlfəzlə məni. Allaha xatir, mən kimdə Əbəlfəz deyəcəm, sən eləsən təsvir. Bir dağdır Əbəlfəz, onu vermir mənə nisbət. Dağdan qoparılmış baladan zərrədir qeyrət. Tarix onu tərif eləyib öz kitabında.
alimlərimiz qeyd eləyib 100 kitabında. İznim əgər olsaydı mənim söz kitabımda, Allaha acıq getməsə bir kəlmə pozardım. Qeyrət sözünə xəttəki bəbbası yazdım. Hər kəs susuz olsa, içəcək olsa da damla. Dəryanı məəddəl qoyub aşurada səqqa, doldurdu içə ovcuna su, içmədi amma. Qeyrət dedi ki, iç, döyüşə taqətin olsun. Əbbas dedi, əsğərdən utan, qeyrətin olsun. Sən boş-boş axırsan, Fərata söylədi səqqa. Birdən məni Allah yaradıydı belə dərya, bir yolla açıb xeymiyə sarı yeni məcra, Zəhra bağının güllərin hər an sulayardım. Əks halda xəcalətdən ölərdim, quruyardım. Elşəndə görüm dərk elədin kimdə Əbəlfəz. Qeyrət ona şagirdir, müəllimdir Əbəlfəz. Allah dediyi hər sözə təslimdir Əbəlfəz. Allah sözünə hər kim ola qəlbinə təslim, qeyrət ona şagird olacaqdır o müəllim. Təşəkkür, gözəl. Daha da ürəklə alqışlayaq. Alqışlayaq. Çərçivədən çıxım. Bu balamıza, oğlumuza deyim ki, bu ürəyə görə Allah onu var eləsin, Allah onun canını sağ eləsin. Allah o gəncələrin, bunun qohum ərbəsi, tanış bilişləri, hamısı bundan fəxr edə bilər ki, belə bir ürək sahibinin böyükləridir. Allah saxlasın. Amma bir üzr istəyirəm, biraz təkəbbürdən uzaq olsun. Bir aktyor kimi səndən xahiş edirəm. O qədər yuxarı qalxma. Səs telləri qırarsan, Allah iraq eləsin. Səs telləri qırarsan, yaxşı. Müəllim, ondakı Əbəlfəz ağaya o qədər məhəbbət var, inşallah ki, qırılmaz səsi. Maşallah.